demişəm ki, mən xəyanət olunandan sonra xəyanət etmişəm. Cəmiyyətin mənim xəyanət olunan zaman aldığım travma, yaşadığım ağrı, acı hisslərin heçə sayılır. Onu eləyə-eləyə də qadınların hüquqları əllərindən alınır. Zorakılığa, şiddətə məruz qalırlar, xəyanətə uğrayırsan, susmalısan, elə bir şey yoxdur. Rayət İmaməliyev, bu xanım kimdirsə, ötən açıqlamalarının birində demişdi ki, ərim mənə xəyanət etdiyi üçün qisas məqsədi ilə mən də ona xəyanət etmişəm. Sərt tənqidlərdən sonra bunun indiki açıqlaması üzrünün günahından daha böyük olduğunu göstərir. Sanki Azərbaycan qadınlarının pozulan hüquqlarının müdafiəçisi kimi çıxış edən bu qadın bilməlidir ki, ləyaqətli Azərbaycan qadını üçün xəyanətin qisası xəyanət ola bilməz. Ərim gəzirsə, mən də gəzməliyəm prinsipi Azərbaycan qadınına yaddır. Eyni zamanda xəyanətin qisası xəyanət deyil. Xəyanətin qisası ya ölümdür, ya da boşanma. Bir də ki, xəyanətkar ailədə böyüyən, xəyanət xəmirindən yoğrulan övladlar gələcəkdə bu Azərbaycan üçün xəyanətkar övladdan başqa bir şey olmayacaqlar.